Vaxtınız xeyir olsun. Dimin test vəsaitindən olan Heydər Babaya Salam poemasının suallarına nəzər yetirəcək. Gəlin vaxt itirmədən birinci suala keçək. Bəndlə bağlı doğru fikirləri müəyyən edin. Qarı nənə gecə nağıl deyəndə, küləyə qalxıb qap-bacanı döyəndə, qurd keçinin şəngülüsün yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Xalqın folkloru xatırlanır. Bəli, baxın, şəngülüm, şüngülüm, məngülüm nədir? Xalq nağılı. Demək, mən biri doğru fikir kimi götürə bilərəm. Şeir vaidib beytdir. Xeyr, bu beyt deyil, bənddir. 2 səhvdir. 4-4-3 bölgüsündədir. Bəli, biz Heydər Babaya Salam poemasını bu bölgüdə götürürük. Gəlin, elə şeirin üstündə də qeyd edək. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qap-bacanı döyəndə, qurd keçinin şəngülüsün yeyəndə, mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Görürsünüz, 4-4-3. Hamısında 4-4-3'dür. Ona görə 1'i də götürürəm, 3'ü də götürürəm. 3A, 2B kimi qafiyələnib, rədif yoxdur. Bəli, elə bu da düzdür. 1, 3, 4 C bəndi olacaq. Fars dilindən tərcümədir. Xeyr. Heydər Babaya Salam poeması ana dilində yazılıb. Ona görə bu tərcümə əsəri deyil. Elə öz dilimizdə qələmə alınıb. Ona görə C bəndi olacaq. Şəhriyarın Heydər Babaya Salam poeması haqqında fikirlərdən hansı səhvdir? 2 hissədən ibarətdir. Bəli, 2 hissədən ibarətdir. Birinci hissə 77 bənddir. İkincisi isə 49 bənddən ibarətdir. Təhkiyə və təsvir aparıcıdır. Xeyr, bu səhvdir. Elə nəyə görə? Çünki Heydər Babaya Salam poeması lirik poemadır. Dağa müraciətlə yazılıb. Bəli, Heydər Baba dağ adıdır. Şairin uşaqlıq xatirələrinin əksi də yer tutur. Bəli, bu da doğrudur. Təbiət təsvirləri və xalq mərasimlərinin əksi də geniş yer tutur. Bəli, məsələn, Novruz bayramının təsvirinə də yer verilib. Məsələn, təbiət təsvirlərini də biz burada görürük. Ona görə Y bəndi doğru olacaq. Keçirik 3-cü suala. Bizdən səhv fikri istəyir. Baxaq. Şairin uşaqlıq illərinin xatirələri əsasında yazılıb. Doğru. Xanım nənənin nitqinə yer verilir. Bəli, bu da doğrudur. Biz ikinci hissədə görürük ki, bu tövlədə sarı inək doğardı. Xanım nənəm inəkləri sağardı. Ana isi dam divardan yağardı. Mən buzovu qucaqlardım qaçmasın, deyərdi. Bax, badiyə dolsun, daşmasın. Baxın, burada badiyə dolsun, daşmasın, xanım nənənin nitqindəndir. Ona görə B də doğru olacaq. Axundu aldadan şagird ilə şairin özüdür. Bəli, bu da doğrudur. Anasının el əlindən tutduğunu vurğulayır. Anasının yox, atasının el əlindən tutduğu. Ona görə D bəndi elə səhvdir. Poemada təbiət gözəllikləri, bəli, kənd həyatı, adət-ənənə, təsviri geniş yer tutur. Bu da doğru olacaq. Keçirik 4-cü suala. Heydər Baba Salam əsərinin misraların daxil bölgüsü bayaq dedik 4-4-3 olacaq. C bəndi. Heydər Babaya Salam poemasında uyğun deyil. Bizdən səhv fikri istəyir. Şair Heydər Baba dağını qoca Yaquba, bəli, özünü isə Yusifə bənzədir. Bəli, doğrudur. Sürgün illərinin ağır acısının ifadəsi mühüm yer tutur. Xeyr, ümumiyyətlə burada sürgün illərindən biz danışmayacağıq. Baxın, burada yoxdur. Baxın, sürgün illəri. Nakam məhəbbət. İstəyirsiniz burada qeyd edeyim. Demək, yoxdur. Yoxdur. Nələr yoxdur? Bunları qeyd edeyim ki, yadınızda qalsın. Demək, sürgün illərindəki ağır acı ümumiyyətlə yoxdur. Nakam məhəbbət ümumiyyətlə yer verilməyib. Farslaşdırma siyasəti. Bunlar testlərə düşə bilər, qarşınıza çıxa bilər. Farslaşdırma siyasəti yer verilməyib. Silahlı mübarizəyə çağırış. Silahlı mübarizəyə çağırış. Bunlara yer verilməyib. Bunlar sizin yadınızda qalsın. Ona görə ilə B bəndi səhvdir. Digərlərinə də baxaq.
Şairin ailəsi haqqında da müəyyən məlumatlar verilib. Bəli, məsələn, bibisinin adını çəkir, atasının adını çəkir, xalasının adını çəkir, nənəsinin adını çəkir, bəli. Kənd həyatının əsrarəngiz lövhələri parlaq boyalarla təsvir olunub, bəli. Şairin doğma yurdla bağlı arzuları əksini tapıb, bəli, bu da doğrudur. Şəhriyarın Heydər Babaya Salam poemasından verilən parçada hansı fikir ifadə edilmişdir? Heydər Baba, göylər bütün dumandır. Günlərimiz bir-birindən yamandır. Bir-birimizdən ayrılmayan amandır. Yaxşılığı əlimizdən alıblar. Yaxşı bizi yaman günə salıblar. Burada müstəqilliyi əlindən alınan xalqın taleyindən narahatlıq, milli birliyə çağırış deyə bilərik. Elə ən uyğunu budur. Baxın, yazıb bir-birindən ayrılmayın, amandır. Narahatlığını bildirir burada. Şəhriyarın Heydər Babaya Salam poeması ilə bağlı fikirlərdən biri səhvdir. Bəndlərin hər biri 5 misradan ibarətdir. Qafiyə quruluşu 3A 2B şəklindədir. Bəli, bu doğrudur. Vahid sujet xəttinin olmasına görə Töhfətül İraqeyn əsəri ilə müqayisə edilə bilər. Xeyr. Ümumiyyətlə Heydər Babaya Salam poemasının vahid sujet xətti yoxdur. Elə B bəndi səhv olacaq. Xalq həyatının təsviri, milli adət-ənənələr öz əksini tapıb, bəli. Şəhriyarın özünün də bədii obrazı canlanır, bəli. 2 hissədən ibarətdir, bəli. 8-ci sual. Şəhriyarın Heydər Babaya Salam əsəri haqqında səhv fikri müəyyən edin. Fars sözlərindən istifadə çoxu, xeyr. Çox olduğu üçün dili çətindir yazıb, xeyr. Dili çox anlaşılıdır, aydındır. Oxuduqca da biz buna diqqət yetiririk. A bəndi səhvdir. Daha sonra Şəhriyarın Heydər Babaya Salam əsərinin forma xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Demək, əsərin dili anlaşılandır, xalq danışıq dilində yazılmışdır. Bəli, doğrudur. A bəndi. Beşlik şəklindədir, heca vəzindədir. Bu da doğrudur. Qafiyə quruluşu müxəmməslə eynidir. Xeyr, baxın, biz deyirik ki, beşlikdir. Baxın, Heydər Babaya Salam poeması beşlikdir. Yalnız müxəmməs deyil. Müxəmməs necə idi? Birinci bəndi 5A olmalıydı, düzdürmü? Amma burada elə deyil axı. 3A 2B yaxud da sonra o biri gəlir. 3C 2C belə qafiyənin müxəmməslə qəti eyni deyil. C bəndi səhvdir. Sujet xətti yoxdur. Bəli, deyirik ki, vahid sujet xətti yoxdur. Şeir bəndlər formasında qələmə alınıb. Bu da doğrudur. Keçək. Uyğunlaşdırmadır. Şəhriyarın Heydər Babaya Salam əsəri ilə bağlı doğru yanlış fikirləri uyğunlaşdırmalıyıq. Altılıq şəklində və xalq danışıq üslubuna yaxın. Bayaq dedik ki, 5 idi. Demək, mən bu xətti götürürəm. Yanlışa yazıram. Aha. Novruz adətləri, bayram sevinci gözəl şəkildə canlanıb. Bəli, baxın, bu doğrudur. Bayaq dedik elə bunu. Fars dilində yazılmış, sonradan ana dilinə tərcümə olunmuş. Əlbəttə ki, xeyr, yanlış fikirdir. Elə ana dilində yazılıb bu. Səhvdir. Xalqa və vətənə sonsuz sevgi doğrudur. Bunu da belə yazıram. 2 hissədən ibarətdir və bəndlər formasındadır. Bəli, bu da doğru fikirdir. Bu indi hansına uyğunlaşacaq? A bəndinə elə. A bəndinə uyğunlaşacaq. 11 də eyni, 11 də uyğunlaşdırma sualdır. Baxaq. Sənətkarın xalqına, vətəninə sonsuz sevgisinin bədii ifadəsidir. Bəli, bu doğrudur. Bitkin bir hissədən ibarətdir. Altılıq şəklindədir. Altılıq deyil, elə bayaq dedik. Yanlışdır. Bəndlərin əksəriyyətində Heydər Baba dağına müraciət var. Doğrudur. Kompozisiyanın bütün əlamətlərindən istifadə olunmuşdur. Xeyr, bunu deyə bilməliyik, çünki biz dedik ki, vahid sujet xətti yoxdur, ona görə bu yanlış fikirdir. Azərbaycanla yanaşı dünya ədəbiyyatına lirik poemanın nadir incilərindəndir. Bəli, əlbəttə ki, bu doğru olacaq. İndi biz burada götürürük ki, bənd. Şəhriyarın Heydər Babaya Salam əsərinə aid səhv fikri müəyyən edin. Kəndli ərbab məsələsinə də toxunulur. Bəli, A bəndi doğru fikirdir. Məsələn, biz ikinci hissədə rast gəlirik. Məsələn, deyir, kəndli yazıq, çıraq tapmır, yandıra. Daha sonra görürük, deyir, kəndli gəlin kimi dünyanı bəzər, öz övrəti yamaq yamağa düzər. Yəni, burada məsələyə toxunulub. Uşaqlıq dövrünün təəssüratları əks olunub.
Bəli, bu da doğrudur. Etnoqrafik və psixoloji anların da təsvirinə yer verilib. Bəli, bu da doğrudur. Etnoqrafik məsələn xalq oyunları deyə bilərik, xalq nağılları deyə bilərik. Görürsüz burada nəzərə çarpdırılıb. Sonra psixoloji anlar deyəndə məsələn onun kədərlənməsi, vətəninə görə narahatlıq keçirməsi buna misal ola bilər. Ramazan bayramında Ramazan xeyir, Novruz bayramının adətləri burada çəkilir. Ona görə D bəndi səhvdir. Y bəndi də doğru olacaq. Əsərinə aid doğru fikri müəyyən eləyin. A bəndində Müseyib ilə Məmdəsən eyni səbəbdən ölüblər. Məmdəsən ölüb burun qanamasından. Burun qanaması. Müseyib isə ölüb bahalıqdan. Eyni deyil axı. A bəndi səhvdir. Heydər babanın nitqinə yer verilib. Bəli, baxın, B bəndi doğru fikirdir. Məsələn, biz ikinci hissədə rast gəlirik ki, deyir, görcək məni Heydər baba danışdı. Bu nə səsdir, sən aləmə salıbsan, gəl bir görək, özün harda qalıbsan. Heydər babanın nitqinə yer verilib fikri ona görə doğru olacaq. Baxın, bu ikinci hissədədir. B bəndi doğrudur, digərlərinə də baxaq. Əkinçinin zəhmətin yüksək qiymətləndirilməsi, xeyr, əksi, qiymətləndirilməməsi. Hər iki hissədə Şəhriyar özünə müraciət edir. Baxın, birinci hissədə biz görürük ki, deyir, Deynə, mənim şair oğlum Şəhriyar bir ömürdür qəm üstünə qəm qalar. Amma ki, ikinci hissədə isə sadəcə adı çəkilir. Amir Qafarın sazın dilləndirilməsi xüsusi sevgi ilə qeyd olunur. Xeyr, Amir Qafar deyil, Aşıq Rüstəm deyə bilərik. Bu zaman doğru olardı. Ona görə Y bəndi də səhv olacaq. Şəhriyarın Heydər babaya salam əsərinin formasına aid fikirlər. Vahid süjet xətti yoxdur. Bəli, doğrudur. 2. Bizdən formasına aid xüsusiyyət istədiyinə görə ümumiyyətlə 2-ni götürə bilmərəm. Şairin uşaqlıq xatirələrinə geniş yer verilib. Götürə bilmərik. Bizə ancaq formasına aid fikirlər istəyir. Üstü örtülü şəkildə xalqın azadlıq düşüncələri də öz əksini tapır. Baxın, bunu da götürə bilmərik. Formaya aid deyil. 5-lik şəklindədir. Bəli, 3A, 2B düzdür. Heca vəznində, xalq danışıq dilində 1, 4, 5 D bəndi olacaq. Yəni, belə suallara diqqət yetirmək lazımdır ki, bizə konkret olaraq məzmuna aid səhvlər istəyir, yoxsa formaya aid səhvlər istəyir. Şəhriyarın Heydər babaya salam əsəri haqqında düzgün fikirləri müəyyən edin. Şair əsərdə sürgün həyatının kədərli xatirələrinə də toxunur. Biz bayaq dedik ki, bu aid ola bilməz. Bayaq sizin üçün sadalamışdım, onları mütləq əzbərləyin. Daha sonra, xalq etnoqrafiyasına məxsus cizgilər, düzdür. Müəllif bəzən üstü örtülü şəkildə ifadə edilən mətləblərə də toxunmuşdur. Bəli, bu da doğrudur. Yəni, üstü örtülü şəkildə öz fikirlərini, bəzi fikirlərini qeyd edir. Həm birinci hissədə, həm ikinci hissədə, əsasən də ikinci hissədə biz bunu görürük. Vətən haqqında səmimi hisslərin ifadəsi, bu da doğrudur. Müəllif təhkiyəsində epik lövhə, xeyr, lirik lövhə geniş yer verilib. Şəhriyarın Heydər babaya salam əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Baxaq. Bəndənin əksəriyyətində Heydər baba dağına müraciət. Doğrudur. Altılıq deyil, bayaq dedik. Amir Qafar məzlumların haqqının müdafiəçisi kimi təqdim olunur. Bəli, bu doğrudur. Bahalıq səbəbindən dünyasını dəyişən obraza da yer verilib. Bayaq dedik, bahalıqdan ölən hansı obraz idi? İkinci hissədə biz bunu gördük. Müseyib. Epiqrafla başı xeyr. Səhvdir. Vahid süjet xətti yoxdur. Biz necə deyək? Ona epiqrafla başlayıb. Lirik poemadır. Klasteri tanımlaya bilən fikirləri müəyyən edin. Şəhriyarın Heydər babaya salam əsərinin qəhrəmanı. Vətən haqqında səmimi hisslərini tərənnüm edir. Demək, bu doğrudursa klasteri də belədir. Bunlar da doğru olmalıdır. Əgər yanlış fikir versəydim, qanunlar da yanlış götürməliydim. İnsanları bərabərliyə, şərdən uzaq olmağa çağırır. Xeyr, biz bunu götürə bilmərik. Baxın, orada mübarizə var. Mübarizəyə yer verilib. Düzdür, silahlı mübarizəyə yer verilməyib. Amma igidlərin vətəni qorumaq uğrunda olan mübarizəsinə yer verilib. Yəni, belə bir fikirlər yoxdur. Məsələn, insanları bərabərliyə çağırsın, şərdən uzaq durmağa çağırsın. Yəni, belə bir fikir qeyd olunmayıb. Uşaqlıq dövrü xatirələri, bəli, biz burada görürük uşaqlıq dövrü xatirələrini. Sürgündə yaşadığı günlərdən bəsləyib bayaq dedik. Olmaz. Doğma yurdun gözəl təbiəti, bəli. Müharibələrin törətdiyi fəsadlar ümumiyyətlə olmaz. Yoxdur burada müharibəyə. Silah, müharibə, belə mövzulara yer verilməyib.
Daha sonra 18. Uşaqlığını keçirdiyi yerlərin əsrarəngiz təbiətini bədii lövhələrə çevirir. Elin saf təbiətli insanların əməllərini dilə gətirir. Bəli, əsasında birinci hissədə daha çox görürük əməlləri. İkinci hissədə də verilib düzdür, amma birinci hissədə daha çoxdur. Ana dilində danışmağın vacibliyindən söz açır. Baxın, bu da yoxdur. Ana dilində danışmağın vacibliyi. Baxın, bura qeyd edeyim sizin üçün. 5. Ana dilində danışmağın vacibliyinə də toxunulmayıb. Sonra keçək. Əsərdə xalq həyatının ayrı-ayrı məqamlarını əks etdirir. Bəli, oxuduqca biz artıq bunlara rast gəlirik. Şeirdə nakam məhəbbəti yoxdur. Xalqın tali ilə bağlı bəzi acılarda işarət edir. Bəli, 1, 3, 5. Keçdik. Verilmiş nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Heydər baba mərd oğullar doğginan. Namərdlərin burunların ovginan. Gədiklərdə quruları tut boğginən, qoy quzular ayın şayın otlasın, qoyunların quyruqların qatlasın. Dağa müraciətlə yazılıb, doğrudur. Bizdən səhv istəyir. Gələcək inam, mübarizə təbliğ olunur. İndi biz verilmiş nümunə ilə bağlı deyə bilər ki, bu doğru fikirdir. Ona görə 2-ni də götürə bilmərəm. Təsərrüfat məsələsi aidiyyatı yoxdur. 3-ü götürəcəm. İctimai məzmun özünü göstərir. Bəli, bu da doğrudur. Yəni, vətəni qorumağın əhəmiyyətidir bu bənddə. Sözə qüvvətləndirici başqa bir söz əlavə etməklə bədii təsir gücünü artırmışdır. Burada bizə nəzərdə tutur epitet. Burada da epitet yoxdur. Yəni, məcazi mərd oğul burada, yəni mərd oğul həqiqi mənada. Biz deyirik ki, epitet necə olmalıdır? Məcazi olmalıdır. Burada da epiteti nəzərdə tutduğuna görə 5 də səhvdir, 3, 5. Verilmiş nümunə ilə bağlı doğru fikirlər müəyyən edin. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı-qacana döyəndə. Elə biz birinci sualda bu nümunə üzərində işlədik, düzdürmü? Baxaq, müraciət formasından istifadə edilməmiş. Bəli, burada müraciət yoxdur, ümumiyyətlə bu bənddə yoxdur yəni. Misra daxili bölgü bütün misralarda eynidir. Bəli, 4-4-3-dür. Yəni standart olaraq 4-4-3. İnsana aid olan əlamət külək üzərində köçürülüb. Baxaq. Bəli, baxın. Deyir, külək qalxır, qapı bacanı döyür. Yəni, qapını kim döyər? İnsan döyər də. Düzdürmü? Burada metafordan istifadə olunub. Bu da doğrudur. Burada metafordur. Əruz vəzninin tələblərinə əməl olunub. Heca vəzni bayaq dedik. Çarpaz qafiyədən istifadə olunub. Xeyr, çarpaz qafiyə deyil. Burada tam qafiyədən istifadə olunub. Çarpaz yoxdur. 1, 2, 3. Şəhriyarın Heydər babaya salam əsərinin bədii xüsusiyyətlərlə bağlı yanlış fikri istəyir bizdən. Təsvir üsuluna yer verilməmişdir. Xeyr, biz orada təbiətin təsvirini görürük, hisslərin təsvirini görürük. Əlbəttə ki, doğru fikirdir. Amma yanlış, yəni verilməmişdir yazdığına görə yanlış fikir götürməliyik. Daha sonra əsərin sonunda şairin təxəllüsü verilir. Adını çəkdiyini görürük. Əsərdə 11 hecalı misralar 4-4-3 bölgüsündə işlənib. Bəli, bu da doğrudur. Heca vəzinə yazılıb. Bəli, bu da doğrudur. Bayaq dedik. Heydər baba sözü rədif kimi, xeyr, rədif deyil. Bədii xitab kimi işlənib. Olacaq burada 21-də 1, 5, 22. Şəhriyarın Heydər babaya salam əsərində əks olunmayıb. Baxaq, anasının ölümü ilə bağlı şəxsi kədəri, xeyr, ümumiyyətlə bunu qeyd etməyib. Nəyə görə? Çünki poemanı yazanda anası hələ rəhmətə getməmişdi. Şairin uşaqlıq illərindən xatirələri demək əks olmayıb. Bizə səhv istəyir də, bu doğrudur. Xalqın adət-ənənəsi düzdür. Nakam gənclik məhəbbəti bayaq dedik, səhvdir. Kəndlərin ağır güzəranı, bəli. Burada olacaq 1, 4. Və sonuncu sual, doğru fikirlər müəyyən edin. Cənubi Azərbaycan həyatından bəhs olunur. Bəli, doğrudur.
Nənə qız Rəxşəndə ilə bağlı xoş sözlər. Bəli, birinci hissədə biz bunu görürük. Xalq bayramı zamanı bəzi adətlər təqdim olunur. Bəli. Məsələn, Novruz bayramını bayaq dedik. Heydər Babadanın nitqi verilməsi də verilib, bayaq dedik. İkinci hissədədir. Anası və atasının xarakterində kiçik məlumat, anası deyil, atasının xarakterindən məlumat verir. Atasını deyir ki, süfrəli kişi idi, el əlindən tuturdu, gözəllərin axıra qalmış idi, belə təsvir eləyir, düzmü? Molla İbrahimin dərsi yola verib, oyun oynaması qınanılır. Xeyr, burada elə dərsi yola verən Şəhriyarın özü olub. Şəhriyarın özü olub. Və biz suallarımızı yekunlaşdırdıq. Baxın, Heydər Babaya salam poeması çox maraqlı əsərlərimizdən, poemalarımızdan biridir. Dili çox anlaşılıdır. Bəzi qeydləri nəzərinizə çatdırmaq istəyirəm. Demək, dedik ki, Heydər Babaya salam poeması 2 hissədən ibarətdir. Birinci hissəsi say baxımından, bəndlərin sayı baxımından daha çoxdur. 77 bənddir. İkinci hissə 49 bənddən ibarətdir. Və beşlikdir. Şeir şəkli beşlikdir, lakin müxəmməs deyil. Bayaq nə dedik? Dedik ki, müxəmməsin qafiyə quruluşu necə olur? Birinci bəndi 5A olmalıdır. Amma burada necədir? Birinci bəndi gəlir A, sonra 2B. Müxəmməslə eyni qafiyələnmədiyinə görə sadəcə biz şeir şəklini beşlik deyilik, lakin müxəmməs deyil. Bölgüsü 4, 4, 3 kimidir. Birinci hissə daha çox romantik üslubda yazılıb. İkincisi isə daha çox realist lövhələrə yer verilib. Birinci hissədə biz görürük daha çox nikbin təsvirlər verilib. Lakin ikinci hissədə daha belə problemlərdən söz açdığına görə daha bədbindir. Lakin ikinci hissənin sonluğu nikbin sonluqla tamamlanır. Daha sonra biz deyə bilərik ki, burada şairin uşaqlıq xatirələrinə yer verilib, arzularına yer verilib və ən əsas məsələ poemanın yazılma səbəbi. Demək, poemanın yazılma səbəbi nədir? 2 səbəbi var. Birincisi, anası deyir ki, bəs sənə böyük şair deyirlər, mən sənin şeirlərini başa düşmürəm axı. Başa düşməməyin səbəbi də Məmməd Hüseyn Şəhriyar fars dilində əsərlərini yazırdı. Anası da başa düşmürdü. Bunun səbəbindən Heydər Babaya salam poemasını ana dilində qələmə alır. İkinci səbəb isə öz uşaqlıq dostlarının özü də qeyd eləyir. Deyir ki, uşaqlıq dostlarımın xatirəsini əziz tutmaq, onların zövqünü oxşamaq məqsədi ilə bir şeir nümunəsi yaratmaq istədim. Ona görə bu Heydər Babaya salam poemasını qələmə aldım. Biz deyirik ki, 1954-cü ildə Bakıda, daha doğrusu Təbrizdə ilk dəfə çap olunur. 1966-da isə Bakıda çap olunur. İndi mən digər nəşrlərin test vəsaitindən də sualları izah edəcəm. YouTube kanalıma yükləyəcəm. Əgər bəyəndinizsə, bəyənməyi, paylaşmağı və abunə olmağı unutmayın. Hələlik.